Qadın sağlamlığı nə deməkdir? Bu geniş məfhumdur. Bura təkcə ginekoloji sağlamlıq yox, eyni zamanda bütün somatik sağlamlıq, nevroloji sağlamlıq, hələ ki sağlamlıq da aiddir. Qadın sağlam olmalıdır. Əlbəttə ki, o həm ailə yükünü daşıyır, həm cəmiyyətdə yer tutur və qadınların sağlam olması həm cəmiyyət üçün, həm də ailə üçün çox önəmlidir. Qadının sağlam olub-olmaması birinci kliniki olaraq özü dəyərləndirir. Onun baş ağrısı var, yoxdur, ürək bulanması var, ya yoxdur və yaxud da ki, aybaşı sikli normal gedir, ya getmir. İlk növbədə hər ay bir hemoqramma elətdirməklə, qan təhlilləri ilə onun orqanizmində baş verən dəyişikliklərin olub-olmamasını təhlil etmək olar. Hemoqramma vasitəsilə nəinki biz qanın faizini, eyni zamanda qanın başqa dəyərlərini, vitamin B12 çatmamazlığını, dəmir çatmamazlığını, ondan sonra allergiya meylini, infeksiyanın olub-olmaması haqqında məlumat almaq olar. İkinci ən vacib müayinələrdən biri hormonal balansa baxmaqdır. Bunun üçün bizə yetərlidir ki, sadəcə zob dəyərlərini qiymətləndirmək. Çünki qalxanvari vəz adından məlum olduğu kimi orqanizmin dirijorudur. Onun fraksiyalarının hər hansı birində dəyişiklik mütləq qalxanvari vəzdən aşağıda olan vəzlərin, mədaltı vəzin, yumurtalığın, böyrək üstü vəzin funksiyalarında dəyişiklik verəcək. Təbii ki də bu da kliniki olaraq müəyyən kliniki əlamətlərlə qadını narahat eləyəcəkdir. Bir də qadınlara ən böyük tövsiyəm ondan ibarət olar ki, onlar həmişə aktiv həyat sürsünlər. Çəkilərinin artmasına imkan verməsinlər. Pillənmənin özü çox böyük bir xəstəlikdir. Pillənmə özü bütün orqanların funksiyalarına təsir edir. Ona görə bədən kütlə indeksi deyilən bir indeks var. Bu indeksin 25-dən yuxarı qalxmasına icazə vermək lazım deyil. Bunun üçün də aktiv həyat, idman, pəhriz və müəyyən çəkini artıran qidalardan, xüsusilə bu cipsidir, koladır və belə qida məhsullarının, qida əlavələrinin hamısından uzaq durmaq lazımdır. Sağlamlığınızı qoruyun. Sağlamlığınızı qorumasanız, sizin həyata təhlükələriniz ola bilər. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.